Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İttifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müalicə və istirahətin səmərəli təşkili məqsədi ilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təşkilatçılığı ilə reallaşdırılan sağlamlığa doğru qaçdır. Uğurla icra olunan layihə çərçivəsində iyunun 1-də Bakı şəhərində qaçış yarışı keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib. Yarışın açılış mərasimində çıxış edən Konfederasiyanın sədr müavini Qəzənfər Abdullayev, Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova ölkəmizin idman sahəsində nailiyyətlərindən söz açıb, idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda uğurlarından danışıblar. Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlətimizin idman və gənclər siyasətinə yaxından dəstək göstərir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının yetirmələri mötəbər idman tədbirlərində ölkəmizi layiqincə təmsil edirlər. Həmçinin sağlamlığa doğru qaç layihəsinin əhəmiyyəti qeyd olunub, iştirakçılara uğurlar arzulanıb. Sonra vətənpərvərlik mövzusunda səslənən mahnılar və rəqs qruplarının ifasında milli rəqslər, tamaşaçılar və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb və onlara xoş ovqat bəxş edib. Çalmayan Türk əzərim, güneşli al səhərim Azərbaycan. Dövlət Bayraq Meydanının qarşısından start verilən yarışda Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun səhiyyə işçiləri, Azərbaycan Dövlət Tibb Universitetinin Tibb Kollecinin tələbələri iştirak ediblər. Yekunda qalib gələn 6 iştirakçı mükafatlandırılıb. Qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmə hüququ qazanıblar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yarışda tamaşaçı qismində iştirak edən uşaqlara hədiyyələr verilib. Tədbirin təşkilinə Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri və ahik könüllülər də dəstək göstəriblər. Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, 17 iyun tibb işçilərinin peşə bayramına həsr olunan sağlamlığa doğru qaç layihəsi tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviq və Həmkarlar İttifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Birinci yerin sahibi 13-12 sayılı iştirakçı Finik'dedir. Bravo, tebrik edin, tebrik edin. Ötən günlərdə 21 kilometri marafon olmuşdu. Mən orada da öz gücümü sınamışdım. Və bugün marafon 5 kilometri marafon oldu və mən burada da gücümü sınamaq istədim və rəqiblərimə qalib gələrək birinci sahibi oldum. Bizə gələcəyin həkimləri olaraq idmanı ölkəmizdə inkişaf etdirək və idman sağlamlıqdır. Bu da sağlamlığa doğru bir addımı atdıq və rəqiblərimə də qalib gələrək birinci oldum. Bunun üçün çox şadam, çox təşəkkür edirəm.